Duman kaplamış, duman kaplamış. Yine mi gurbette kara haber var, kara haber var, kara haber var. Seher vakti bu yerde kimler ağlamış, çimenler üstünde gözyaşları var, gözyaşları var. Seher vakti bu yerde kimler ağlamış, çimenler üstünde gözyaşları var, gözyaşları var. Gönlümüz gamlanır böyle günlerde, böyle günlerde. Önüme çektiler bir siyah perde, bir siyah perde, bir siyah perde. Yar senin aşkınla tutuldum derde, yine mi gurbette kara haber var, kara haber var. Yar senin derdinden tutuldum derde, yine mi gurbette kara haber var, kara haber var. Hörmətli soydaşlarım,
Azərbaycan Milli Hökumətinin üzvü İsmail Şəms vəfat etdi. Azərbaycan dərdini başa düşən və milli şuurun nə olduğunu anlayan ictimaiyyata ağır itki üz vermişdir. 20-ci yüzildə o taylı Azərbaycanın ictimai siyasi həyatında rol oynamış şəxsiyyətlərdən biri olan İsmail Şəms 96 yaşında faciəli şəkildə vəfat etmişdi. Ulu babaları Azərbaycanın kuzeyindən, yəni bugün erməni işğalında olan Şuşadan olan İsmail Şəms 1912-ci ildə Təbrizin Kübar ailələrinin birində dünyaya göz atmışdır. İbtidai və orta təhsilini Təbrizdə aldıqdan sonra Tehranda hüquq və diplomatiya fakültələrini bitirmişdir. Onun bütün həyat yolu Güney Azərbaycanın azadlıq mübarizəsi ilə ayrılmaz surətdə bağlı olmuşdur. 1939-1942-ci illərdə Azərbaycan cəmiyyətinin, 1945-ci ildən Azərbaycan Demokrat Firqəsinin orqanı olmuş Azərbaycan qəzetinin, Azərbaycan Milli Hökuməti Milli Məclisinin rəsmi orqanı olan Azad Millət qəzetinin redaktoru olmuşdur. İsmail Şəms 1945-ci ilin 12 dekabrında açılmış Azərbaycan Milli Məclisinin 101 nəfər üzvündən biri idi. Milli Hökumət devrilişdən sonra bir il yarım Təbriz və Tehranda ağır vəziyyətdə gizli yaşayandan sonra 1948-ci ilədək haqsız olaraq Türkistana gedib və orada Sibirdə, Tacikistanda, Türkmenistanda, həbs düşərgəsində və sürgündə saxlanılmışdır. 1954-cü illərdən Bakıya köçərək 40 ildən artıq Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsində qədim ərəb dili qrafikasının müəllimi işləmişdir. Bugün Azərbaycan tarixində mühüm rolu olan yüzlərlə tanınmış şəxsiyyətin, habelə Azərbaycan Prezidenti Əbülfəz Elçi bəyin, məşhur şərqşünas Ayda İmamquliyevanın, Vasim Məhəmmədəliyevin, Vəfa Quluzadənin və sairələrin müəllimi olmuşdur. Türki, Üzbək, Tacik, Fars dillərindən etdiyi bədii tərcümələr İsmail Şəmsi peşəkar tərcüməsi kimi tanıtdırmışdır. İlk dəfə olaraq Əbistanı və Məhəmmədəli Tərbiyyətin Azərbaycanın görkəmli elm və sənət adamlarının kitabını Azərbaycan türkcəsinə çevirməsinə İsmail müəllimin adı ilə bağlıdır. 1998-ci ildə milli kimliyinə, milli varlığına inanan cavanların əli ilə yaranan İndirazə Təşkilatının yaradıcılarından kimi ad aparmaq olar. Güney Azərbaycanı Milli Hökumətinin bir çox üzvləri kimi İsmail Şəmsin də həyatı faciəli olmuşdur. Həyatının son neçə ilini unudulmuş durumda, çox ağır vəziyyətdə, maddi və mənəvi ehtiyac içində, gözdən, könüldən uzaq bir daxmada başa vurdu. Ölümü belə müəmmalı oldu. Bizim hamımız onu ruhu qarşısında günahkarıq. İsmail Şəms Azərbaycan millətinə, onun yüksəlişinə, azadlığına, varlığı ilə xidmət etdi. Onun millətimiz qarşısında xidmətləri, yazdığı əsərləri, nurlu şəxsiyyəti heç zaman unudulmayacaq. İsmail Şəmsin vəfatı münasibəti ilə Azərbaycan millətinə dərin hüzünlə baş sağlığı veririk. İndirazə Təşkilatı 2008-ci ilin 22 yanvar ayı Almaniya, Köln. Əziz və hörmətli həmvətənlər, müşahidə etdiyiniz kimi proqramımızı Ozan sözü ilə açdıq. Yenə də qürbətdə qara xəbər var. Bu niskilli, bu can üzən qara xəbər indi hamınıza məhlumdur. Milli Hökumətin yadigarı 1945-ci ildə yaranmış Milli Məclisimizin millət vəkili, hüquqşünas alim İsmail Şəms vəfat etmişdir. Dinlədiyiniz başsağlığı Yirmirazər Təşkilatının rəhbəri, yazıcı alim Behruz Həqqi tərəfindən İsmail Şəmsin vəfatı münasibəti ilə təqdim oldu. İcazənizlə biz də öz adımızdan ən başda ulu və qədim tarixə malik millətimizə, İsmail Şəmsin ailə üzvlərinə, Yirmirazər Təşkilatının qocaman ağsaqqalı, xalq şairi Balaş Azəroğluna, yazıcı alim Behruz Həqqi başda olmaqla onun rəhbərlik etdiyi qurumun bütün üzvlərinə başını sağ olsun deyirik. Allah ona rəhmət eləsin. Əziz həmvətənlər, millətimizin milli kimlik mücadeləsində özünü dərk anlayışı
yavaş-yavaş da olsa təzahür etməkdədir. Şübhəsiz ki, Sabah İsmail Şəms həyatı və yaradıcılığı, onun millətimizin hüquqlarının bərpası yolunda mücadiləsi millətimizin gündəliyinə daxil olacaq. Ondadır ki, bugün vəfatını millətə başsağlığı verməmizin dəyəri daha aydın sübut olacaqdır. Ondadır ki, millət yolunda ömrünü, gününü qoyan qocaman hüquqşünas alim İsmail Şəmsin də haqqı özünə qaytarılacaq. 80-90 il ömür nədir ki, onda nəsillər biri digərini əvəz edəcək, amma millət şuurlu, vətən inamlı insanlarımız millətin yaddaşında əbədi olaraq yaşayacaq. Şübhəsiz ki, onda hər tək-təkinin adına mənəvi ölməzlik yazılacaq. Qocaman hüquqşünas alim İsmail Şəmsin də onda ulu və qədim tarixə malik millətimizin mənəvi yaddaşında bu ölməzlər cərgəsinə qoşulacaq. Necə ki, Babəklər, Səttarxanlar, Xiyabanilər və gec də olsa nəhayət haqqı özünə qaytarılmaqda olan Seyid Cəfər Pişəvəri bugün millətimizin milli mənəvi yaddaşında yaşayır. Hörmətli həmvətənlər, təəssüf ki, hələ taleyimizin, tariximizin elə məqamındayıq ki, sevincdən, fərəhdən, firavanlıqdan söz açmaq iqtidarında deyil, yasdan, matəmdən danışmaq, ömür günümüzün təəssüf doğuran anlarından yazmaq qismətimiz olub. Bu durum hansı konudan keçib? Əlbəttə ki, unutqanlıqdan. Unutqanlıq sanki qanımıza hopub, canımıza keçibdir. Bunu kimsə rədd edə bilməz. Niyə ki, unutqanlıq ucbatından yenə də bir suçumuz ortaya çıxıb. Başlanışı əyanı surətdə Şeyx Məhəmməd Xiyabani düşüncəsindən süzüb gələn milli demokratik hərəkatımızın tanınmış simalarından olan hüquqşünas alim İsmail Şəms faciəli surətdə həyatla vidalaşdı. Quldur Rızaxan zorakılığından və işgəncəsindən can qurtaran, Pəhləvi rejiminin digər nümayəndəsi Rıza Şahoğlu Məhəmməd Rıza Pəhləvi dövrünün təzyiqlərindən keçən, İstalın qəddarlığının təzahürü sayılan Sibir düşərgələrinin əziyyətinə qatlaşan İsmail Şəms Bakıda evindəcə qızı ilə bərabər faciəli şəkildə həyata göz yumdu. Uzun və məşəqqətli yollar keçib gələn İsmail Şəms kim idi? Bizim fikrimizcə İsmail Şəms imzasına üç konudan yanaşmaq olar. İctimai-siyasi şəxsiyyət İsmail Şəms, alim İsmail Şəms, vətəndaş İsmail Şəms. 1991-ci ildə Azərbaycanda nə rus, nə fars çağıran bir cəmiyyət ortaya çıxıb. Bu cəmiyyətin əsas aparıcı üzvlərindən biri Hacəli Şəbistəri, digəri isə İsmail Şəms olmuşdur. Azərbaycan cəmiyyəti məşrutə inqilabında nəşr olan Azərbaycan ruznaməsinin yenidən nəşrinə başlayıb, bu kərə İsmail Şəms cəmiyyət tərəfindən ona məsul təyin olub. Azərbaycan ruznaməsi 40 nömrə çap olandan sonra Pəhləvi rejimi və o cümlədən ruslar tərəfindən nəşri dayandırılıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin yaranmasından 2 gün sonra firqənin orqanı kimi yenidən nəşrə başlayan ruznamənin aparıcı üzvlərindən biri yenə İsmail Şəms olmuşdur. Azərbaycan Milli Məclisi fəaliyyətə başlayanda Milli Məclisin rəhbəri Hacəli Şəbistərinin təklifi ilə millət vəkili İsmail Şəms Milli Məclisin orqanı olan Azət Millət qəzetini təsis edib. Təəssüf ki, qeyd olunan dövrlərin həqiqətləri həm dost, həm düşmən tərəfindən saxtalaşdırılmış, reallıqdan uzaq olan uydurmalarla təbliğ olunmuşdur. Həmən dövrlərin mahiyyətini dəqiqliyi ilə öyrənmək üçün İsmail Şəms rəhbərlik etdiyi mətbu orqanlar indi tədqiqatçıların əllərindədir. Onun fəaliyyəti təkcə bununla da bitməyib. 1998-ci ildə 21 Azər qrupu fəaliyyətə başlayanda İsmail Şəms yaşına baxmayaraq gənclik həvəsi ilə xalq şairi Balaş Azəroğlu ilə birlikdə bu qurumu yaradanlara qoşulub, qurumun ideyasına sanki mənəvi dəstək olmuşdur. Eləcə də 21 Azər qrupu xalq şairi Balaş Azəroğlunun təklifi ilə ictimai-siyasi təşkilat kimi fəaliyyətə çevriləndə İsmail Şəms 21 Azər təşkilatının idarə heyətinin üzvü və o cümlədən 21 Azər təşkilatının orqanı 21 Azər dərgisinin redaksiya heyətinin üzvü olmuşdur. Müasir tariximizi öyrənmək, onu olduğu kimi bilmək üçün İsmail Şəms yaradıcılığı demək olar ki, indi millətimizə örnəkdir. Belə şəxsiyyətimiz haqqında görək adlım şəxsiyyətlərimiz hansı fikirdədir. Milli Demokratik Hərəkatımızın rəhbəri Seyid Cəfər Pişəvəri İsmail Şəms yaradıcılarından biri olan Azərbaycan cəmiyyəti haqqında belə yazır.
Azərbaycan cəmiyyətini tanımaq üçün xalqın o günkü ruhiyyəsini tanımaq üçün əhəmiyyətli bir məsələdir. Bu cəmiyyəti təşkil edənlərdən şəbisləri Əli Maşınçı, Tahiri, Əxgəri, Hilal Nasiri, Rəhimi və Şəmsin adını qeyd etmək olar. Cəmiyyət Tehran irtizasına qarşı Azərbaycan uğrunda işə başlayıb, Azərbaycan ruznaməsini yarı farsı, yarı Azərbaycan dilində nəşr etdirdi. Azərbaycan qəzeti milli mübarizə yolunda birinci qədəmi götürmüş oldu. Azərbaycan ruznaməsi Azərbaycan dilində məqalə və şeirlər çap etdirdiyinə görə xalq içərisində sürətlə intişar tapmağa başlamışdı. Seyid Cəfər Pişəvəri yazır ki, Azərbaycanda şöhrət qazanmış şairlərdən Biriya, Etimad və qeyrilərinin bu ruznamə vasitəsilə Azərbaycan dilinə şeir yazmaqla yanaşı siyasi mübarizəyə başlamaqlarını da qeyd etmək lazımdır. Azərbaycan cəmiyyəti Azərbaycan qəzetini yarı farsı, yarı Azərbaycan dilində nəşr etdirdiyinə görə onun milli xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan cəmiyyəti milli təəssübdə Tudə Partiyasından və Zəhmətkeşlər Təşkilatından çox irəlidə getmiş bir təşkilat hesab olunmalıdır. Təbriz küçələrinin adlarını dəyişdirib Səttarxan və sair Azərbaycanın milli qəhrəmanlarının adı ilə adlandırmaq fəqət bu təşkilatın səyi ilə əncam tapmışdı. Bu fikirlər 1945-46-cı illərdə ən uca zirvəsinə yüksələn Milli Demokratik Hərəkatımızın rəhbəri Seyid Cəfər Pişəvərinin İsmail Şəms yaradıcılarından biri olan Azərbaycan cəmiyyəti haqqında irəli sürdüyü fikirlərdir. İsmail Şəmslə bağlı müasir milli hərəkatımızdan hansı örnəyi bəs təqdim etmək olar? 1999-cu ildə Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasında mərhum Əbülfəz Elçi bəyin rəhbərliyi ilə 21 Azər Hərəkatının il dönümünə həsr olunmuş tədbir keçirildi. İsmail Şəms 21 Azər Təşkilatı adından həmən tədbirdə çıxış etmişdir. Bu mərasim videokasitə yazılmışdı. Biz elə təsəvvür edirik ki, o tədbiri ekranda görmək haqqında danışmaqdan daha dəyərli olar. Gəlin 1999-cu ildə Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurası tərəfindən keçirilən 21 Azər Hərəkatının il dönümünə həsr olunmuş tədbirdə mərhum Əbülfəz Elçi bəyin İsmail Şəms haqqında dəyərli fikirlərini və sonra İsmail Şəmsin bu tədbirdə çıxışını birlikdə seyr edək. Bəs xanlar və bəylər, siz birinci mən bağışlayın, mən müəllimimlə görüşüm. Bugün bizim icrasımızda, topladığımızda mənim müəllimim, çox hörmətli şəxsiyyət İsmail bəy Şəms iştirak edir. Allah İsmail bəyə uzun ömür, can sağlığı versin. Amin. Bu elə bir təkcə mənim müəllimim olmağı üçün demirəm, bir mənimdir. Onlarla bugün Azərbaycanın tanınmış hərfşünaslarına müəllimidir. Və həm müəllimlik, həm yoldaşlıq edilir tələbələri ilə, insan arasına, yəni hər bir söhbətlər edilir. İsmail bəy böyük bir mübariz nəslin nümayəndəsidir. Şəvəri hərəkatının tanınmış şəxslərindən. Və Şəvəri hərəkatından sonra Sovet dövlətinə, yəni Azərbaycana gələndən sonra Sovet dövlətinin ən çox zülm elədiyi nəslimizin nümayəndələrindən birisidir. Bir məlumata görə 40 min, bir məlumata görə 60 min adam Azərbaycanın güneyinə ulaşısına soğudan hamısını sürkün edərlər. Biraz Çələr qansını Rusiya, hara-hara, fəallar isə daha çox zülm edirlər. Həmin şəxslər
Sibirə qədər gedir, Sibirədə ki, özün bizi söhbətlərində və kişi xatırlanır, üçüncündə də xatırlanır, nasıl xoşlanmır. Üçüncündən bəzən şey oldu, ona tanışdım. İndi istəyirsiniz, İsmail bəy yazsın şu xatırı deyər, barışatımızın olmamışlar. Bir daha xoş gəlirsiniz. Əvvəl mən çıxımdan özel, mən istəyirəm. Bir də bax, İsmail bəy Şəmsi yəqin ki, adını arasıyarasınız, Qılınc Qələm romanının redaktoru. İsmail bəy Şəms, həmişə. Hər şeydən əvvəl mən öz dərnəyimizin, İlbir Azər dərnəyimizin, yoldaşlarımızın təşəkkürünü mən təqdim etmək istəyirəm sizə. Və Nəfəz müəllimə, baba və buradakı yoldaşlara hamısına mən öz təşəkkürümü təqdim edirəm ki, bu imkanı vermişsiniz ki, İlbir Azər dərnəyi bu cür geniş bir sürdətdə, geniş bir təşkilatlara bir keçirək. Çox sağ olun, çox təşəkkür ederim. Hörmətli xanımlar, hörmətli ağalar, hörmətli soydaşlar. Biz buraya bugün günün Azərbaycan tarixində ən əlamətdar, ən tarixi 21 Azər günün 25-ci ildönümü münasibətilə toplanmışıq. Günün Azərbaycan İran çərçivəsində həmişə azadlıq və demokratiya hərəkatı məşhədi olmuşdur. İran məşhur hərəkatı ancaq Azərbaycanın qeyrətli, azadlıq sevən oğullarının kəskin mübarizəsi nəticəsində yaranmış. Ancaq onların qanı bahasına məşruqə konstitusiyası alınmışdır. İran xalqları bu haqda Azərbaycan xalqına hürriyyətləri kuşa çıxartmağa çalışmışlar. Azərbaycanın qeyrətli fidakar şəhidlərini ölümlə mükafatlandırmışlar. Məşrutə inqilabında qanlı barışma mübarizələrlə Qorxmaz Füdavi Səttarxan başçılıq etmiş. Və bunun qabilində onu Tehrana hillə ilə aparıb xaincəsinə öldürmüşlər. Hərəkatın başçıları və görkəmli şəxslərini Aşura gölündə Rus qazaqları tərəfindən Aşura gölü dara kəsilmişdir. İstərsə xarici, istərsə də daxili irticanın törətdikləri faciələr, təzyiqlər Azərbaycan xalqını heç vaxt sındırmamış və mübarizəsindən göndərməmişdir. Səttarxan hərəkatında əlinə tüfəng alıb mücahidlərlə birlikdə mübarizə aparan Azərbaycanlı alim Ruhani və filosof Şeyh Məhəmməd Xiyabani Azərbaycanın inqilabi hərəkatını devam etdirmişdir. İstərsə Tehranda milli məclisə nümayəndəsi olduqda, istərsə də Təbrizə qayıdıb Türkiyə demokratikləşi təşkil etdiyi zamanda İranı iki nüfuz məntiqəyə bölən 1907-ci il müqaviləsi, daha sonra 1919-cu il müqaviləsi əlində kəskin mübarizə etdi. O müqavilələri kuşa sarmışdır. Və onları, o müqavilələri qəbul etmək istəyən xain İran hükümət başlarının xiyarətini baş etmişdir. Lakin üstəniraq İran demokratikasının üzvü olan müxbir səltənət Azərbaycanda onu daxili xainlər və qazaqların vasitəsilə faciəli bir şəkildə öldürmüşlər. İngilislərin əli ilə İran xalqlarına hakim kəsilən Rəşah diktatoru rejiminin Azərbaycanların başına gətirdiyi müsibətlər və divanlar Azərbaycan xalqının iradəsini zəifləndirməmiş və Rəşah rejimi devrindən sonra yenə ayağa qalxmışlar. 1940-cı ildə Azərbaycan Cəmiyyət adında bir təşkilat təşkil olmuş. Azərbaycan cəmiyyətinin şüarı nə Rus, nə Farsıdır. Yəni, onu demək istəyirdi ki, Azərbaycanı ancaq
İranlılar tərəfindən. İranlılar tərəfindən təhlükəsizlik göstərdik, bağladılar. Mən orada Azərbaycan rəqəbətlərindən diktatörü, orqanı olan Azərbaycan diktatörü, həm də Azərbaycan təşkilatının başlarındandır. Və təhlükəsizliklə gəlib bağladılar, qəzetlərə bağladılar, təşkilatına bağladılar. Ruslar isə bu təşkilatın rəhbərlərini sürgün edildi. Əlbəttə, bunun müzakirəsi çoxdur, mən demək istəyirəm, mənim xatirələrimdə hamısı vardır. 1944-cü ildə Haman hərəkatının devamı olaraq Mircəfər Bişəvəri Tehrandan gəldi, həbsə gəldi və Azərbaycan Demokratik rəsmiləşdirdi. Amma və sonra 1945-ci ildə Türklərin vasitəsilə, Türklərin səslərilə Milli Məclis və Milli Şura təşkil olundu. Milli Məclis həqiqətən İran tarixində bu əvvəl dəfədə birinci dəfə olaraq Azərbaycanda Milli Şura təşkil olundu. Bu birinci İran tarixində ən parlaq və qızıl su ilə yazılan bir tarixdir. Milli Şura zamanında bir ildən devam etdi. Bu bir ildə çox islahat oldu. Çok olsunsa çok islahat olduğuna göre olmamıştır. Azərbaycan Üniversitesi təşkil edildi. Azərbaycan uşaqları bacarıqlar edəbilirlər ki, öz ana dilləriyle təhsil edəsinlər. Və başqa da çox hər sahədə islahat oldu. Və mən burada Bişəvərini Azərbaycan Demokratik tərəfindən təşkil etmiş hərəkat və təşkilat haqqında inqazda heç oldu, qısa tərəfdən demək istəyirəm. Mən də o Bişəvər belə deyir. 1945-ci il, 21 Azər günü Azərbaycan tarixində ilk dəfə olaraq və xalq hakimiyyəti yarandı. Milli hökumətin bir çox islahatı oldu. Və 1945-ci il may ayında təşkil edilmiş konferansda 21 Azər günü və Milli Hökumətin yaradılması haqqında Bişəvər belə deyir. Bizim nəşr etdiyimiz elamiyədən sonra Tehran hökuməti tərəfindən zahirən böyük ixtiyarlarla Azərbaycanına İstanbul, yəni qubernator, hakim təyin olunmuş bayat Milli Hökumətinin nümayəndələri ilə müzakirə aparmaq üçün təbrizə göndərilmişdir. Bayat məşrutə konstitusiya üzrə qəbul edilmiş əyalət və vilayət əncümənləri ilə müvafiqətini bildirdi. Əlbəttə, məşrutə konstitusiyasında belə olmuşdur. Hər əyalət, hər vilayətin özün əncüməni olmalıdır. Və bu işlərin hamısını bu əncümən teşkil edilməlidir. Bu həqiqət demokratik bir üsuldur, həqiqətən. Lakin o dedi ki, bunu İran məclisi təsdiq edilməlidir. Beləliklə, demək, heç bir qəti bir cavab verə bilməz. Biz əncümənlərin fəaliyyətinin devamı üçün təminat istədik, lakin o təminat da verə bilməz. Beləliklə, danışığının nəticəsi qaldı. Biz öz iradəmizə arxalanaraq 21 Azər günü Milli Məclis və Milli Hökuməti qurub sərbəst şərtdə işə başladı. Bişəvəri Azərbaycan Milli Məclisinin ikinci ümumi iclasında Azərbaycan hərəkatı haqqında xarici və daxili şəraitlər, təhqiqat haqqında danışaraq belə deyir. 21 Azər nəhləti dünyada diplomasi çəkişmələrin şədid kurantına təsadüf etdi. Bizim fəaliyyətimiz artdıqca gündən-günə şiddətlənməkdə olan Quran fizik çəki birinci sürəyə keçirdi. Nəhayət, Azərbaycan məsələsi beynəlxalq diplomasi və siyasi mübarizələr mərkəzində təşkil edildi. Müstəmləkə və müstəbər tarafları bir tərəfdən fikir edirlər ki, müharibə qurtarandan sonra
müstəmləkə xalqları öz azadlıqlarını, istiqlaliyyətini əldə etmək üçün ayağa qalxacaqlar. Buna görə onların qabağını almaq lazımdır. Buna görə də Azərbaycan Universitetindən böyük vahimiyyət ki, ona ayrı bir ad qoymaq istədilər. Digər tərəfdən xarici, faşist tərəfdarları, mürtəcilər və bizim universitetimizdən istifadə edərək şuralar əleyhinə çalışıb, bizim sadə daxil işimizdə mürəkkəb, beynəlxalq bir macera çıxarmağa çalışırlar. Həqiqətən də yoludur. Həqiqətən istəyirlər, mən əlbəttə burada sözünü başqa almaq istəmirəm. Mən xariclərdə demişəm ki, beynəlxalq iqtisad və casusluğunu, məsələn, İngiliz casusu, Rizazadə adında birinci casusu, Rizazadə. O yeri casusudur. Bəli. O, Kəsrəvi hətta onu zinazadə yazmış tarixində. O qədər məşrutə tarixində və Xiyabanlı tarixində o qədər xəyanət eləmiş ki, bunu zinazadə yazır. Sən zinazadə yazır. Və odur kitabların vasitəsilə 41-ci ildə mən çıxdım, qarşıya çıxdım. 41-ci ildə bu zinazadə oktyabr bayramında görüşmüşdüm. Birinci dəfə çıxış elədir ki, mən sağ olsun, iki Azərbaycanın rəhbəri olan Müzəffər Bağırov. Ondan sonra çıxdılar, mən adını çəkmirəm, iki nəfər Sovet tərəfinə ora girənlər də bir onu təşkil elədi. Əlbəttə, bilirsiniz, bu siyasət cəhətdən çox yanlış bir şeydir. Onlar bahana verirlər, 2 gündən sonra Tehranda Tofiq və başqa qəzetlər deyirlər ki, istəyirlər Azərbaycanı arşını alınacaq. Bütün boynumuza bir daş qoyur, törtmək qoyurlar. Bu oldu, axirə qədər də bu törtmək. Demək, onlar da, həqiqətən də, bu Sovet tərəfindən ora gedən nümayəndələr də bahane verdilər. Bu zəmin hazırladılar ki, xarici hesablarını törtməkləndirlər, iyi törtməkləndirlər. O zaman mübariz İsmail Şəmsin cansız bədəninin yaşadığı daxmada tapılması bir milletin faciası değildi. Bu qeyrət yükü soydaşımızın ölümünü başta ailesi olmakla hürmetli Ustad Balaş Bəy Azaroğlu, değerli kardeşim Behruz Bəy Haqqı ve bütün soydaşlarımıza təsliyyət ve başınız sağ olsun deyirəm. Telefon bağlantımızda Dünya Azərbaycanlılarının Müdafiə Komitəsinin sədri Böyük Bəy Rəsuloğludur. Uzun hayatı boyu ağır çətinliklərə dözərək, əyilməyən bir milli mübarizlə son görüşü 85 yaşlarındayken olmuştu. 40 yaşında bir adamın enerjisiyle milletinden, tühlükten ve Azerbaycan'ın kurtuluşundan danışan bu büyük insanın davranışlarına heyran olmuştum. Aziz Behruz Bəy Haqqı ve Ərizə Bəy Miyanalı'nın yakından incəliyi bu Təbrizli mübarizin faciəvi hayatının günahı kimdədir? Yoksulluk içinde kimsiz, kimsesiz, daxmada həyat sürənlərin veya Məhəmməd Bihiyatek Sibir düşərgələrindən qurtularaq nəhayət Təbriz küçələrində sərgərdən gəzib həyatını değiştirənlərin taleyi bir milletin qara taleyi deyilmi? 100 ildir yüzü gülməyən bu milletin bugünə qalmasının günahını başka yerde aktarmak doğru değil içindeyim. Bu mənim, sənin, bizim ve qəflət yuxusunda dalmış bir milletin hamısının günahıdır. Madem ki millet ayrılıp ayağa kalkmayıp, madem ki xaricdə oturanlar Abbas Bəy Leysanlıları, Sayid Bəy Mətunpurları, Leyla Xanım Səfəriləri ve Azerbaycan yolunda hayatlarını koymuş yüzlerce dolu zincirini layıkınca müdafaa etmeyip, dünyaya sas salmayıp, hele başımızın belası çok olacaktır. Ya eriyip kurtulacağız ya da harice kaçıp kefensiz öleceğiz. El-ele verip ayağa kalkmamızın zamanı çoktan gelip çatıp, hatta soğuşup, bu zillete, bu kara güne, bu kara talihe son koymak için daha ne gözləyirik? Bir daha değerli insan ve büyük mübariz, rahmetlik İsmail Bəy Şəmsin vəfatını yaslayarak bütün milletimize başsağlığı deyip ona Tanrı'dan rahmet,
yaxınlarına özüm diləyirəm. Tanrı rəhmət eyləsin. Əziz və hörmətli həmvətənlər, hüquqşünas alim mərhum İsmail Şəmslə bağlı biraz keçmişə qayıtmaq istərdim. 1998-ci ildə Azərbaycan ictimai-siyasi həyatında 21 Azər qrupu fəaliyyətə başladı. Həmən dövrün nəşrlərindən olan tarixçi alim Cəmil bəy Həsənlinin də 21 Azər hərəkatı dövrünü yenidən müzakirəyə çıxaran, bizcə ilmlikdən daha çox siyasi araşdırma təsiri bağışlayan birinci kitabı işıq üzü gördü. 21 Azər hərəkatının əsas çevrəsi olan milli demokratik məfkurə təəssüf ki, bu kitabda da ortaya qoyulmadı. Bir çox digər kitablar kimi yeni nəşrə buraxılan bu əsər də 21 Azər hərəkatının əsas qayəsini təbliğ etmədi. Düşmənlərimizin əli ilə, ustalıqla kütlə arasında formalaşdırılan düşüncə tərzini təsdiqləməyə bu kitab sanki fakt mənbəyi kimi ortaya çıxmışdı. SSR quruluşunun zülmü, zorakılığı, oğurluğu hamıya aydın olub bilinən bir məqamda bu kitabda təqdim olunan quruluşun arşiv sənədləri sanki Peyğəmbər ayəsi kimi yeni tapıntı təqdim edirdi. Ona görə də neçə il onun nəşrindən sonra xaricdə səltənət tələblər öz mətbu orqanlarında Məhəmməd Rıza Şahın xatirələri ilə yanaşı bu kitabın fars dilinə tərcüməsini Şahın xatirələrinə sənədli fakt kimi ardıcıl olaraq çap etməyə başladılar. Can Üzən Usta da dost sözü, düşmən sözü təsiri bağışlayanda siqləti ağır və can üzən olur demişlər. Doğrudan da düz demişlər. Biz onda bunu bütün ağırlığı ilə hiss etdik. Onda Azərbaycanda ağız deyəni qulaq eşitmirdi. 21 Azər qrupu fəaliyyətə başlayanda yaxşı ki pişəvəri ölüb, yoxsa o indi sağ olsaydı, mən öz əllərimlə onu öldürərdim kimi ifadələr cəmiyyət arasında yığıncaqlardakı çıxışlarda ara-sıra eşidilirdi. Müasir milli demokratik hərəkatımızda mərhum Seyid Cəfər Pişəvərin adı səslənəndə sanki o kimsənin yerini işğal etmiş kimi görünürdü. Ona görə də ittiham nə olursa olsun, düşmən əli ilə olanmadısa, bu kərə dost əli ilə kənarlaşdırılmalıydı. Mən indi bu kürsüdən kimsəni yaxud kimlərisə ittiham etmək iqtidarında deyiləm. Sadəcə o günlərin siyasi durumunu sizinlə bölüşmək istədim. Şükürlər ki, zaman döndü, dövran dəyişdi, 21 Azər hərəkatının həqiqətləri çoxlarına aydın oldu. Niyə ki, necə olursa da olsun düz demişlər, həqiqət, həqiqət olaraq qalır. Bu durumun dəyişməsində və yanlış fikirlərin, münasibətlərin düzəlişində dəyərli təsir gücünə malik olanlardan yenə mən şübhəsiz ki, tarixçi alim Cəmil Həsənlidən yad etməyə bilmərəm. Cəmil bəy Həsənlinin sonraki gördüyü işlər, araşdırmalar, tədqiqatlar birinci kitabı kimi təkcə kitabxanalarda kitab olaraq qalmadı. Onun sonraki gördüyü işlər, mən inanla deyə bilərəm ki, hətta müstəqil Azərbaycan Respublikasının ilk prezidenti mərhum Əbülfəz Elçibəyin də 21 Azər hərəkatına münasibətini dəyişdi. Cəmil bəy Həsənlinin səyi nəticəsində mərhum Elçibəyin də düşüncəsində bu hərəkata münasibətdə islahat baş verdi. 21 Azər qrupu fəaliyyətə başlayanda qrupun orqanı 21 Azər dərgisi də işıq üzü gördü. O, necə əks-səda doğuracaq deyə sözümüzü, inancımızı tam olduğu kimi açıq formada müzakirəyə çıxarmaq istəmədik. Biz də Cəmil bəy Həsənli kimi bu sayımızda əsasən sənədlər toplusuna müraciət etdik. Amma rusların, farsların, avropalıların, amerikanların hazırladığı sənədlərə deyil, birbaşa hərəkat nümayəndələrinin gördüyü, yaşadığı və əti, qanı ilə hiss etdiyi unudulmaz o günlərin sənədlər aləminə yönaldıq. Həmən sənədlərin dili ilə danışdıq. Buradaca mərhum Zeynalabdin Qiyaminin milli hökumət zamanından qoruyub saxladığı sənədlərə mən xüsusi olaraq toxunmaq istərdim. Bu sənədlərin əlimizə gəlib necə çatması maraqlı əhvalatdır ki, bugünün mövzusu deyildir. İlk sayımız demək olar ki, 52 il ört bastır edilən, həqiqətləri həm dost, həm düşmən tərəfindən gizlədilən, milli kimlik bağıran o aləmə açar oldu. 21 Azər hərəkatı ilə bağlı çoxlarının əzizləyə, qoruyub saxladığı, unudulmağa qoymadığı sənədlər, görülən işlərdən faktlar, Milli Məclis və Milli Hökumətin qərar qanunları, hərəkatla bağlı xatirələr redaksiyamıza axmağa başladı. O günlərin macərası mənim heç vaxt unudulmayacaq xatirələrimə çevrildi. Üstündən sürətlə keçmək istəsəm də, iki xatirədən təəssüratımı sizinlə bölüşmək istərdim. Onların biri son zamanlar dünyasını dəyişmiş 21 Azər hərəkatının iştirakçısı, özü demişkən Şəhid Mirzə Rəbi Kəbirinin köməkçisi Hacı Qasım ilədir.
Hacı Qasimi 21 Azər günü ilə bağlı dərgimizin bir sayına xatirə yazı gətirmişdi. Xatirə ilə bağlı onun mənə dediyi sözlər hələ də var, yadımdadır. O deyirdi, mən bu xatirəni and içirəm ki, bir kərə yox, bəlkə ən azı 100 kərə yaşamışam. Yurtdan, yuvadan uzaq, həmən unudulmaz tarixi gün mənim yuxularıma hopub, məni rahat buraxmır. Bunu çap etsəniz, elə təsəvvür edirəm ki, heç olmasa mən yuxularımda rahatlaşarım. Onu yazdım deyə təskin taparam. O nağıl deyil. Xalqımızın əli ilə yaranan unudulmaz tarixi gündür, mənim gördüyümdür və ona könül verdiyimdir. Doktor Kavə Qafar kəndlərinə Azərbaycan ruznaməsinin aparılması haqqında xatirə yazı yazmışdı. Xatirə yazının hansı üslubda yazılması indi yadımda deyil. Amma yazıda verilən təsvir elə aydın və mövzu elə açıq təqdim olmuşdu ki, bəzən o yadıma düşəndə röya kimi olsa da mənə elə gəlirdi ki, onu Kavə Qafar yazmayıb. Bəlkə mən onu öz gözlərimlə görmüşəm. Belə düşünəndə həmişə zaman öz sözünü demiş, məni də bu röyalardan ayırmışdı. Birinci sayımız nəşrə başlayanda götür-qoy etdik, düşündük və fikirləşdik. Azərbaycanda 21 Azər hərəkatı ilə bağlı siyasi vəziyyəti nəzərə alıb, nə ağsaqqalımız xalq şairi Balaş Azəroğluna, nə də ki, haqqında bugün söhbət açdığımız hüquqşünas alim mərhum İsmail Şəms yaradıcılığına yer ayırmadıq. Amma vəziyyət elə gətirdi ki, o məsmum hava sürətlə dəyişməyə başladı. 21 Azər dərgisinin 2-ci sayında xalq şairi Balaş Azəroğlu redaksiyamızda və 85 illiyini təqdim etdiyimiz İsmail Şəms ilə bağlı xüsusi buraxılışımız dərgimizdə nəşr oldu. O gündən başlayaraq bütün saylarımızda onların ən azı bir yaxud iki tutarlı açıqlaması 21 Azər hərəkatı ilə ilgili çap oldu. Bugün proqramımız hüquqşünas alim mərhum İsmail Şəms ilə bağlıdır. Mənə elə gəlir ki, hüquqşünas alim İsmail Şəmsin 21 Azər dərgisində çap olan məqalələrinə müraciət olunsa faydalı olar. Şəxsən mənim aləmimdə bu yazılar 21 Azər hərəkatının öyrənilməsində tarixçilərimizə, tədqiqatçılarımıza, milli demokratik hərəkat nümayəndələrimizə hər şey deyə bilməsə də çox şey deyə bilmişdi. Hüquqşünas alim İsmail Şəmsin ictimai-siyasi həyatımızda rolu və eləcə də onun elm dünyamızda mövqeyi ilə bağlı təkcə mərhum Əbülfəz Elçi bəyin qısa, amma o dolğun sözləri müəyyən qədər İsmail Şəms haqqında bilgi təqdim etməyimizə şərait yaratdı. Onun tərcümə halına gəldikdə yenə onun çox önəmli digər bir siması ilə də rastlaşırıq. İsmail Şəms 1940-cı illərdən başlayan milli demokratik hərəkatımızın ilk düzəlmə dövründən qələmə sarılan, sayı çox məhdud olan ana dilində yazan nasirlərimizdəndir. Bu hamıya aydındır ki, qadağaların, baskıların, zorakılıqların nəticəsində ana dilində nəsrimizin inkişafı ləngimiş, demək olar ki, səmərəli verimdən məhrum olmuşdur. Şeir nəsrin əksinə Azərbaycanda həmişə öndə getmiş, xalq yaradıcılığının tərkib hissəsinə sıx qoşulduğundan xalq arasında nəsrdən daha çox özünü göstərə bilmişdi. Fərdi yaradıcılıq prosesi keçən şeirin əksinə nəsrin inkişafı fərdilikdən daha çox kütlə aba-havasından keçir. Azərbaycanda ana dilində təhsil sisteminin qarşısı alındığından nəsrimizin inkişafına şərait yaradılmamış, qeyd olunan maneələr onun qarşısındaca keçilməz sədd olmuşdu. 21 Azər hərəkatı ərəfəsində Seyid Cəfər Pişəvəri başda olmaqla Firidun İbrahimi, Fətih Xoşqənabi, Məhəmmədlu Əbbasi, Mirrəhim Vilayi, Pənahi və bugün vəfatını qeyd etdiyimiz İsmail Şəms nəsrimizin yaradıcılarından, özü də ki, onun ən qabaqcıllarından olmuşlar. İsmail Şəmsin Təbrizdən uzaqda həyatı haqqında da yenə çox söz demək olar. Təbrizdə ictimai-siyasi şəxsiyyət kimi tanıdığımız İsmail Şəms Bakıda daha çox alim kimi tanınmışdı. İsmail Şəmsin alimlik çevrəsi İsmail Şəms şəxsiyyətinin ön planında gedən təzahürü olmasa da, düşüncəsinin ən əsas aparıcı qolu sayılan ictimai-siyasi şəxsiyyətindən öndə görünmüşdü. O bir çox addım şərqşünaslarımızın müəllimi olmuş, Azərbaycanda ərəbşünaslığın açarı sayılan klassik ərəb dilinin tədris metodunun ilkin müəllifi kimi tanınmışdı. Talih elə gətirmişdi ki, İsmail Şəms Təbrizdə deyil, Bakıda yaşamaq məcburiyyətində qalmışdı. Onun Azərbaycan Yazıçılar Birliyinə üzviyyəti haqqında 1956-cı ilin 18 mayında xalq şairi Süleyman Rüstəmin yazdığı zəmanət bilmədiyimiz çox şeydən xəbər verir. Xalq şairi Süleyman Rüstəm İsmail Şəms haqqında Azərbaycan Yazıçılar Birliyinə öz rəyini belə yazır. İsmail Şəms Qasımoğlunu 1941-ci ildən tanıyıram.
Mən onunla 1941-ci ildə Sovet qoşunları İran sərhəddini keçdiyindən sonra Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhərində tanış oldum. O zaman Cənubi Azərbaycanda milli azadlıq hərəkatı gündən-günə genişlənir və kütlələr öz istiqlaliyyətlərini ələ almaq uğrunda mübarizə aparırdılar. Cənubi Azərbaycan ziyalıları, o cümlədən mətbuat işçiləri, yeni yetişməkdə olan gənc yazıcı şairlər bu hərəkatın ən fəal nümayəndələri idi. Bəzi satqın mətbuat orqanları irtica qüvvələrinin əlində bir alətə çevrilmişdi. Hələlik doğma Azərbaycan dilində qəzet yox idi. 1941-ci ildə Azərbaycan qəzetinin nəşri böyük hadisəyə çevrildi. Süleyman Rüstəm yazırdı ki, o zaman Azərbaycan qəzetinin məsul katibi İsmail Şəms idi və əlavə edir ki, İsmail Şəms öz jurnalist qələmini itiləyərək Cənubi Azərbaycan xalqının azadlığı uğrunda yorulmadan çalışırdı. İsmail Şəms sonralar 1945-ci illərdə Azad Millət qəzetinin nəşrində böyük fədakarlıq göstərdi. Bütün bu müddətdə İsmail Şəms oxucular və yazıcılar arasında namuslu bir vətənpərvər və bacarıqlı bir jurnalist kimi böyük hörmət qazanmışdı. İsmail Şəms tərcümə işlərində də çox savadlı bir yoldaşdır. İsmail Şəms hal-hazırda Bakıdadır. İsmail Şəms hələ gəncdir. Mən İsmail Şəmsin jurnalist və tərcüməçilik fəaliyyətini nəzərə alaraq onu Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvlüyünə məsləhət görürəm. Bu, xalq şairi Süleyman Rüstəmin İsmail Şəms haqqında verdiyi zəmanətdən bir hissədir. Mərhum İsmail Şəmslə bağlı bu şəkildə yazılan və deyilən çox faktlar təqdim etmək olar. Amma görək, bunun əksi necədir? Daha doğrusu istərdik proqramımızın bu dəqiqələrində 2000-ci ildə Milli Demokratik Hərəkatımızın öndəri Seyid Cəfər Pişəvərinin doğum günündə İsmail Şəmsin Pişəvər haqqında fikirlərini sizinlə bölüşək. Gəlin bu fikirləri onun öz dilindən eşidək. Öz ürək sözlərini qeyd etmək üçün Pişəvərinin silahdaşı, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Roznaməsinin redaktoru İsmail Şəms qardaşa söz verdik. Əziz yoldaşlar, əziz soydaşlarım, bugün həqiqətən bir tarixi gündür, yəni. Alovlu vətənpərvər. Birinci dəfə Azərbaycan tarixində, Güney Azərbaycan tarixində milli hükümət yaradan, tarixdə birinci hüküməti o yaradı. Bu adamın Yubileyi 107. il yubileyini burada görüşmüşük. Yoldaşlar, Seyid Cəfər Pişəvəri ən kiçik yaşından belə böyük çətinliklərlə böyüyüb. Öz xalqının, vətəninin çətinliklərini görüb və ondan sonra bütün mübarizə, ömrü mübarizə edib. Bu bir sərvən tarixi mən demirəm yazılıbdır ki, o Güney Azərbaycanda Xalxal mahalının zivə kəndində oldu. Bu zaman İranın yarım müstəmləkə şəklində olan vəziyyətində kəndlər çox pis yaşayır, çox ağır yaşayış yaşayırdılar. Və onlar dağılırdılar. Şəhərlərə, ölkədən xaricə gedirdilər. Pişəvəri də ona görə kiçik yaşlarında məcbur olub Bakıya mühacirət edildi. Bakıya mühacirət edəndən sonra bu çox həvəsi vardı oxumağa, kiçik yaşlarında oxumağa. Buna görə Bülbülə kəndində olan məktəbdə oxuyub, eyni halda işləyib orada. Yəni, əmək zəhməti ilə orada işləyib. Və qurtarandan sonra da bu təkcə özü elm əldə etmək yox, istəyib ki, özü kimi yoxsul kəndlər, fəhlələrin uşaqlarını tərbiyə eləsin və gələcək kadr düzəltsin. O vaxtdan çiçəkdən bu pis deyildi. Ona görə bir məktəb Xırdalanda bir məktəb açıb. Məktəbdə müəllimliyi. Sonra əlbəttə o vaxt Çar Rusiyasında və illərcə İranda inqilabi atmosferine görə bu da qoşulub o inqilabi atmosferine. Və bütün ömrü boyu varlığı ilə mübarizə edib bu zatda. Və bu dövrdə nə qədər bir çox əzablara, demək, zindana,
sonra sürgüne, bütün ömrü boyu buralıya ama yorulmadan mübarizə edib. Daha ki gəlib, hətta Azərbaycana gəlib, milli hükümət düzəltməyə gəlib. Bir səfəri olduqca, əlbəttə mən çox uzun demək istəmirəm, olduqca yaradıcı, gözəl yaradıcı və yaradıcı bir, təşkilatçı bir adamıdır. Agir qazetindən qayıdandan sonra bu Azərbaycanda 3 təşkilat vardı. Azadlıq Cəbhəsi, Hizb-i Tohqə İran, bir də Zəhmətkeşlər Cəbhəsi. Bunlar ayrı-ayrı o vaxt mütaliə eləsələr, ayrı-ayrı, hərəsə ayrı-ayrı bir-birindən ayrı işləyirdilər və elə o düzgün gəlmirlər. Xüsusən bəzən xoşa gəlməz hərəkətlər də olur. Pişəvəri öz bacarığı ilə bacardı ki, bunları üçünü birləşdirsin, Azərbaycan Demokratik Fırqasını ilə. Və o çox böyük işidir, olduqca böyük işidir bu. Və xalq əlbəttə alqışladı. Pişəvəri olduqca demək fəsahatli idi, yaxşı danışan idi. Onu eşidən hər səs cəlb elə, onun danışıqları cəlb elərdi onu. Və ona görə bütün Azərbaycanı birləşdirdi, Azərbaycan qarşısında Türkiyədə birləşdirdi. Və onun verdiyi şairlər bizim üçün, Azərbaycanın adası üçün gələcəkdə də rəhbər olmalıdır. Və bu üstadlar, şairlər Azərbaycan üçün çox lazımdır, bu rəhbər, bu uşaqlar. Bir neçə şairlər demək istəyir. Pişəvəri həmişə deyirdi ki, bizim şairimiz bu olmalıdır ki, Azərbaycan Azərbaycanlıdır. Biz başqa xalqa baş əymərik, ona tabi olmarıq və onun bayrağı altına getmərik. Həmişə bunu deyirdi, istiqlaliyyətini deyirdi. Sözü bu idi. Yəni mən, bilirsiniz, Azərbaycan qəzetində əvvəl günlərində mən gelib həmişə ondan məsləhət alardım baş məqalələrdən. Bütün deyirəm, bu sözləri hamısını öz qulağımla işləmişəm uşaqları. Sonra Pişəvəri firqə haqqında deyirdi. Firqə deyirdi ki, firqə təkcə nizamnamə, təkcə məramnamə, o da heç deyil ki, bu kifayət deyil bu. Tarix deyirdi, tarix dəyişilir, gün dəyişilir, hər gün. Ona görə də hər gün firqə qarşısında təzə vəzifə qoyur, təzə vəzifə bizə göstərir. Biz onları qopmalıyıq, təkcə məramə nizamı ilə kifayətlənməməliyik. Sonra firqənin məhdud çərçivədə olması haqqında deyilik. Firqə məhdud çərçivədə olmalıdır. Firqə bütün mütaliə eləməli və İran kitabında, Azərbaycan, həmişə o mütaliə ilə onunla eləməlidir. Və sonra firqəni bir də deyəcək, bizim firqəmiz sinfi izləti yol vermir. Heç vaxt sinfləri biz nəzərdə tutmadan, biz bütün sinfləri dəvət edirik öz firqəmizə. Pişəvərin siyasəti bu idi. Və mən əlbəttə biz Pişəvərinin yolunu, tutduğu yolu davam etdirməliyik. Vəzifəmizdir. Hər birimizin vəzifədə onu davam etdirsin. Və mən özüm və yolsuzlarımız dinlən vicdanla söz verir ki, onu davam etdirəcəyik, onu bərpa elətdirəcəyik biz. Və artıq mən danışmaq istəmirəm, Allah rəhmət eləsin, ruhu şad olsun, qəbri nurunda olsun. Doğrudan da çok görkemli bir şahsiyet, çok görkemli bir insandır, çok görkemli bir alimdir, çok görkemli bir siyasi kadimdir, çok görkemli bir jurnalisttir. Siz şərqşünas alim Profesor Vasif Məmmədəliyevi dinləyirsiniz. Yəni Şəms müəllimin həyati, yaradıcılığı, istedadı o qədər çox cəhətlidir ki, onu bir yerə sırışdırma olsun. Şəms müəllim Azərbaycana siyasi mühacir kimi gəlib, jurnalist kimi gəlib, amma bugün Azərbaycanın ən böyük ərəbşünaslarından biridir. Şəms müəllim bizim yazıçılar müdürüdür, bizim xalq şairimiz, rəhmətli Süleyman Rüstəmin zəmanəti ilə orada qəbul olmuş, bunlarla təkrar olsa da, bu böyük əlamətlər, hadisələrdir. Süleyman Rüstəm o dövrdə hər adama zəmanət verməz yazıçılar müdürüdür. Şəms müəllimin otaylı Azərbaycan qarşısında istər ədəbi ictimaiyyətimiz, istər bizim siyasi həyatımız üçün, onun Azərbaycanın xoşbəxtliyi üçün o çəkdiyi əmək o qədər böyükdür ki, onun bütün bizim ziyalılarımız, elm əhli,
və ictimai həyatımız Şəms müəllimi qəbul edir. Şəms müəllim çox təvazökar adamdır, az yazılıb onun haqqında. Mən sizi inandırıram ki, Şəms müəllim haqqında kitablar yazıla bilər. O qədər onun keşməkeşli, o qədər macəralı, o qədər gərgin, o qədər çətin və eyni zamanda o qədər şərəfli həyatı var ki, Şəms müəllimin, mən inanıram ki, gələcəkdə onu bir əməlli başlı işləyən bir adam tapılacaq. Çünki hər işin bir məqamı var, o gələndə mən inanıram ki, Azərbaycanın görkəmli ziyalıları arasında Şəms müəllimin xüsusi xidmətləri unudula bilməsin. Çünki əgər bu xalq varsa və öz yaxşı oğullarına, yaxşı ziyalılarına qiymət qoyursa, Şəms müəllim üstü o siyahı tam ola bilməz. Şəms müəllim bu xalqın doğrudan görkəmli oğullarından biridir. Şəms müəllim bizim universitetə 60-cı ildən gəldi. Demək istəyirəm ki, o Azərbaycana bir siyasi mühacir, publisist kimi gələn, jurnalist kimi gələn, Orta Asiyada o sürgündə olanda başına oyunlar açılan, çox dəfalar çəkən, əqidə yolunda, inam yolunda, məslək yolunda hər cür çətinliyə qatlaşan Şəms müəllim universitetə gələndən sonra elmi pedaqoji fəaliyyətə qoşulub və mən belə sevirəm ki, əgər Azərbaycanda müasir ərəb dilinin öyrənilməsi Ələsgər müəllim adı ilə bağlıdırsa, bu məktəbin yaranması, klassik dilçiliyimizin yaranması Şəms müəllim adı ilə bağlıdır. Yəni, bu inkar olunmaz bir həqiqətdir. Ələsgər müəllim bizdə müasir dilin əsasını qoyub, dilçiliyin, ərəb dilçiliyinin, onu müasir üsullarla tədris edib. Bütün dərsliklər əsasən Ələsgər müəllimindir, ərəb dil dərslikləri. Ancaq o zamanlar Sovet İttifaqında sxolastika adı verilən klassik ərəb dilçiliyinin bünövrəsini bizdə qoyan Şəms müəllimdir. Bu çox çətin bir elmdir. Bu ərəb dilçiliyi bugün bizim gördüyümüz müftəda xəbər, tabeli mürəkkəb cümlə, tabesi mürəkkəb cümlə, belə sistem deyil, çox orijinal dünya dilçiliyində ərəb dilçiliyi bir fenomen hadisədir, orijinal bir hadisədir. Və o zamanlar Sovet İttifaqında, hətta bizim ərəbşünasların bəziləri də klassik ərəb dilçiliyini qəbul eləmirdilər ki, bu sxolastikadır başdan ayağa, bu nədir, molla məktəbidir filan. Amma sonralar Avropa məktəbində, Amerika dilçiliyində, Avropa dilçiliyində, klassik ərəb dilçiliyinin yeri, mövqeyi müəyyən olunandan sonra və məşhur Amerika şərqşünaslarından biri 10-cu əsrdə yaşamış Sibeveyhi haqqında deyəndə ki, əgər Sibeveyhi bugün sağ olsaydı, harada isə Blumfidə, Sessür arasında bir yer tutardı. Bundan sonra Avropa dilçiliyi silkələndi. Ki, bu ərəb dilçiliyi adi bir molla məktəbi deyil, bu bir adi sxolastika deyil, bu böyük bir elmi məktəbdir və bunu Sovet İttifaqında, Zəməxşəri haqqında, Zəməxşərdə halk kateqoriyası mövzusunda ənənəvi dilçiliyə dair ilk nəzərlik dissertasiyası müdafiə edən Şəms müəllim öz əsərində bunu sübut. Və Şəms müəllim bu nəzəriyyənin həyata keçirilməsində, əməli surətdə sübut olunmasında, eseri dilçiliyində, ərəbşünaslığında böyük əski Sovet ərəbşünaslığında Şəms müəllimin çox müstəsna bir xidməti var. Şəms müəllim sübut elədi ki, müasir dilçiliyi, nəzəri dilçiliyi ərəb dilçiliyi olmadan tam sistem şəklində təsəvvür etmək qeyri-mümkün. Yəni, əgər dilçiliyi böyük bir elm qəbul edilirsə, böyük bir məktəb qəbul edilirsə, nəzəri dilçiliyi adında çox çətin bir elm varsa, ərəb dilçiliyi olmadan onu tam şəkildə təsəvvür etmək və bu dilçiliyi, bu elmi tam doğruluğu ilə təqdim etmək mümkün deyil. Bax, bu sahədə Şəms müəllimin çox müstəsna xidməti var. Azərbaycan ərəbşünaslığında bu məktəbin, yəni klassik ərəb dilçiliyinin elmi şəkildə öyrənilməsinin, əsasının qoyulmasının mən bizim hörmətli ustadımız Şəms müəllimin adı ilə bağlayıram. Və biz onun yetişdirməliyik. Mənim yadımda bizə dərs deyirdi, təzə dərs deyirdə bizim başımız dizərlənirdi. Amma o yeni bir aləmdə, o tilsimli aləmə, o çox çətin aləmə girəndə adamı dəhşət, vəhşət verir ki, bunların özlərinə məxsus təfəkkür sistemi, özlərinə məxsus dili təhlil sistemi, özlərinə məxsus dilə yanaşma sistemi var. Bunu biz Şəms müəllimə öyrənmişik. Siz Azərbaycan qəzetini haçan başladınız ikinci dövrü? İkinci dövrü başladı. Yəni Səttarxandan sonra siz başladınız da? Bəli. 41-ci ildə, 41-ci ildəki Sovet qoşucu işləyirəm. 13 gün sonra həm cəmiyyəti təşkil eləmək olmuşam, həm də qəzetdə üçün qəzetdə mən icazə vermişdə qəzetə. Ancaq mən yürüstəm də, hukukşunasam. Hukukçatda bir İran qanunda belə idi ki, bir ruznamə ki, bir qəzet ki, onun sahibi ölə, başqası onu götürər qəzeti çıxarda. Əgər onun ailəsi ədliyyə şikayət edib istəməsə, o heç kimə icazə elə bilməz. Bununla istifat elədi. Olmuş atamın vəsiyyətini görə, onun övladı yoxdur. Bu Səfərovun ailəsi yoxdur. Ona görə mən bu qəzeti çıxartdım və o qəzeti təşkil olan bir gün, 13 gün sonra təşkil oldu.
plenum, ümumi iclas təşkil oldu. Bir 40 nəfərə yaxın orada oldu. Hansı, harada? Bəli. Təbrizdə? Hilal Nasiri kitabxanasının üstündə bir üçşuşə bir otaq var. Orada təşkil oldu, cəmiyyət təşkil etdi. Azərbaycan cəmiyyəti? Azərbaycan cəmiyyəti. Orada əvvəl mən çıxış elədim, təşkil elədim, belə bir cəmiyyət təşkil eləyəm və Azərbaycan qoymayaq ki, Tehran, faşlar bir istismar eləsin. Biz özümüz idarə eləməliyik o zaman. Mən bu təklif edim, ona görə də bu qəbul oldu. 40 nəfərdən qəbul oldu və Hadimzəli şəxsləri ki, hamıla yaşlıydı, başlıqda işləş eləmişdi, onu cəmiyyətin sədri elədik, sədri oldu. Sonra Azərbaycan cəmiyyətinin, Azərbaycan qəzetini mən təklif elədim ki, Azərbaycanda belə işimizə belədir. Mənim istəyirəm onu çıxardan, mən hədiyyə edirəm sada, verirəm cəmiyyətin orqan olsun. Mənim məsul redaktoru ilə. Ancaq şəxslərini daxili müdir və maliyyə üçün müdir eləsin. O maliyyə müdiri, orada yadır müdir adlı. Məsul müdir mən. Qəbul olundu, o çıxdı. Birinci nömrəni dedim də, birinci nömrəni təşkil eləyəndə, dedim də 2 nəfər, bir ədiyyə vəkili, ədiyyə vəkili, yazmışam şoklarda bu xatırlarında. Bir də Süleyman Ustam gəldilər. Yəni, qəzet çıxandan sonra? Qəzet birinci nömrəsini hazırlayın. Birinci nömrəsini? Birinci nömrəsini hələ hazırlayın, mətbəyə göndərmişim birinci nömrəyi. Gəldi, Süleyman Ustam mənə dedi ki, biz Sovet İttifaqı tərəfindən söz yetirəm ki, nə köməkliyiz olsa biz verək. Mən dedim, sizin köməklinizə biz ehtiyacımız yoxdur. Və əgər öz qüvvəmizlə eləmişik biz, əgər qüvvəmiz çatmasa, buraxarıq, çatmayır. Amma Sovet ölkəsində ehtiyacımız yoxdur. Heç bir köməklə ehtiyacımız yoxdur. O da onun xoşuna gəlmədi. Və xoşuna gəlmədi, ta oldu Oktiyar bayramı oldu. Oktiyar bayramında çağırdılar, mən də çağırdılar bir qəzetçi adı kimi. Əlbəttə ona görə, ona qədər dedim birinci nömrə Fəhimi saxladı. Mətbəədə qoymadı çıxın, qoymadı çıxın. Fəhimi onda nə işləyirdi İsmail müəllim? Üstandardır. Tehran tərəfindən hakim üstandardır. Azərbaycanın valisi hesablanırdı. Valisi, Azərbaycanın valisi göndərmişdi. Təzə göndərmişdi. Onu birinci nömrədə yazmışıq biz. Ki, cənab yazmaz, Ağay Fəhimi üstandar kimi göndəriləcək təmiz. Belə yazmışıq. Bir də 4-cü səhifədə üçün Azərbaycan qəzetinin nə forma var idi və o formada çıxardıq. Forması birinci səhifə fars dilində, ikinci Azərbaycan dilində, 4-cü səhifə karikatur. Elə də biz çıxardıq. Və hatta bu Fəhiminin gəlməsini gəlmişdi, Ağay Fəhimi gəldi. Sonra 4-cü satda da mən karikatur çəkmişdim ki, İcaşa, İngilizlər İcaşa İran körfəzindən, Fars körfəzindən yola salırlar. Onun oğlu nazirlər vardı və oğluna vəsiyyət etdi. Necə məni göndərirlər, sən də olanlar ki, elə eləsinlər. Buradan çıxarsınlar İranı. Ancaq sən qızıllarlı cavanları yadından çıxartma, mənim kimi apar. Yəni özü də aparır, ona deyir sən də apar. Belə bir stat vardı. O da şahıdır axı. Rəzərdən sonra o şah oldu. Və Fəhimi buna görə bağlamışdı. Bir mətbəədə qoymadan çıxan. Mən getdim Fəhiminin yanına. Çünki niyə qoymamışsın? Və bir də bir şey var ki, biz azuqəni qoymurduq çıxsa. Təbrizdən azuqəni qoymurduq. Çünki bütün azuqəni çıxardırlar Təbrizdən. Saxta, sül'i bir açlıq yaradırlar. Varlıqdır. Hətta oğurlu oldu. Mən yadıma gəlir ki, saç gələndə, qoşun gəlindən qabaq, 2 gün, 3 gün, axşamlar meydana çalırlar, top oğurlar, bir benim köməklə oğurlu olmasın. Belə bir vəziyyətdir. Ta, Fəhimi mənə dedi ki, siz qoymuşsunuz azuqəni təmizdən çıxsın. Niyə qoymuşsunuz? Dərvədalı adam qoymuşdu, qoymuş. Bana baxmaq ki, cəmiyyət, küçük bir cəmiyyət idi. Amma qoymurduq biz. Qoymurduq, azuqəni təbrizdən çıxmaq azuqəni qoymurduq. O mənə deyir ki, siz azuqəni qoymuşsunuz, siz zaddan çıxın. Hükümətin işinə dəxalət edirsiniz. Bu ona görə bağlamışıq. Dedim, axı,
əlbəttə əvvəlcə təmin eləyəsiniz. Təbrizin, Bucadın, əhalinin burayını təmin eləsiniz. Qalsa süni artıq niyə radarsın? Qalsa Tehrana göndərirsiniz. Dedi ki, biz Tehrandakı Azərbaycanın insanlar üçün göndərmişik. Və dedi, biz tamamilə qəbul edirik bunu. Ancaq bir şey var, siz də burada yaşayan Tehranlılar farklar üçün Tehrandan gətirir, bir zət də qoymayacaq. Bir zərrə də qoymayacaq ki, arzuya çatsınlar. Bu gördüğü çok sordu. İçen nefer tacir de vardı orada. Tacirlerden de vardı. Bu gördüğü bir şey oldu. Neticesi bir şey olacak. Öyle de satmayacaklar, koymayacak biz. Dedi, yaxşı ben icazə vereceğim. Ama bu şartla. Bu şartla ki bir gazette ağa yok, Cenab-ı Ağa'yı yazın. Cenab sözü olur. Bu biri. İkincisi... Öz adına da? Bəli. Öz adın. Öz adına. Cenab-ı Ağa'yı fəhimi təbliğ edəcəkdir. Cenab-ı qoyasın. İkincisi budur ki, karikatür dəyişəsində şahdır. Şahı belə də olmaz. Dedim, yaxşı. Götürdü bir zat yazdı. Sərli Seyf, o vaxt təminat zadının rəisi Sərli Seyf. Ona yazdı ki, Azərbaycan qəzetinin İsmail Şəmsin baş redaktörü ilə biz icazə verir, çıxmağına icazə verir. Onu oldu, Şəmsəri çox təcrübəliydi. Yəni deyir ki, onun fotosunu çək, sonra lazım olur. Fotosunu çəkdi, əslində apardı, fotosu bir də qaldı. Orada verdi, qəzet çıxdı, dəyişdik zadı, cənab qoydu, sonra zadı karikatür başqasını, başqa karikatür yaratdım, o çıxdı qəzet. Qəzet çıxırdı və sonra həmin qəzetçi o dövrdə biz istədik ki, zadı təklif elədik ki, Rıza Şah, Pəhləvi adına xiyabanı, adını dəyişər biz. Zat deyil. Qərar çıxartdıq zatda Azərbaycan cəmiyyətində. Daşlar hazırladıq zatına. Səttarxan Boğran adı. Zatlar xiyabanlardakı var zadı, onun hamısını çıxartdıq. Yerinə vurduq. Zatdan bələdiyyə qədər yuxarı. O Səttarxan, ondan aşağı Boğarxan. Daşlar hamısı qoyduq. Dəvət elədik. Bəs bir küçəni ikisinin adına qoydunuz da, hə? Bir xiyabanı ikisinin adına. Bəli. Və Şir Xurşiddə dəvət elədik. Fəhimi də dəvət elədik onu. Fəhimi gəldi və əvvəl mən çıxırladım. Dedim ki, belə dəyişirik. Daşları dəyişirik, Səttarxan baxırıq, mən çıxırladım. Ondan sonra zat söz istədi. Fəhimi söz istədi. Fəhimə söz verib, başladı farsça danışmaq. Yerdən daş atdılar ona, daşlarlar ki, Azərbaycanca danışır, farsça danışmaq, Azərbaycan. Bu, qoşdulan dedi ki, mən Səttarxanla dostum, yaxın dost tutum məndən. O məndən çox dost istəyir. Bir də belə bir əsli yox da, yalan sözdür. Sonra məndən xariclədi ki, Şəms, qorxuram mən, məni çıxart. Mən onu çıxartdım, ta yola saldım başına qədər, yola saldım getdi. Bu da bizim işlərimdən bir olur. Sonra Azərbaycan qəzeti davam edirdi. Çox cəmaətin, hətta nəinki Azərbaycanın, başqa əyalətlərdə də onlardan da bizə məktub gəlir ki, çünki bizim sanmışıq, nətə Azərbaycanın bütün əyalətləri də özlərində öyrədir. Bu da nədir? Zaten cəmiyyətin əvvəlində təzə tərk olmuşdu. Yugoslaviyadan bir heyət gəldi bizə. Ki, orada federal hesab olur. Ki, İranda da federal olsun. Siz bu işi başlamışsınız, İranda da federal olur. Bu əlbəttə nəticəsi olmadı. Yolda o nəticəsi olmadığı üçün Tehran qəbul etmirdi. O elə çox bizim tərəfdarımız çoxdur. Hətta tacirlər, mülkədarlar da bizim cəmiyyətin üzvü olurdu. Çox üzvü olurdu. Və Tehran isə bizim əlimizə zadəmizdir. Onu mən dedim ki, zaten, onu mən yadımdan çıxdım deyəcək. Birinci nümunəyi mən təşkil edirdim. Onu dedim sizə ki, Süleyman Rüstəm Nəzəkən, onu dedim sizə də. Tehran tamamilə bizim əlimizədir. Tehran qəzetləri tamamilə bizim əlimizdə olurdu. Ta bir ay devam elədi. Və bir gün Əxcəri, əvvəl zat gəldi. Hələ cəmiyyətimizin əvvəlində Tehrandan Rıza Rusta gəldi. Rıza Rusta gəldi və mən şəbsləri, bir də Batakan, üçümüzlə görüşdü və dedi ki, Azərbaycan cəmiyyətini ləğv eləyin, Hizb-ut-Tahririn şöbəsini qoyulur. Nəyin? Hizb-ut-Tahririn şöbəsini.
Bunun tarixini deyə bilərsiniz, nə zamanıdır? Bəli. Onun tarixini... 41-ci il deyil, 41-ci il deyil. Təzə təşkil olmuşdu burada. Və mənlə şəbsləri onun əleyhinə Hizb Tuğda rəsmi hələt olunmuş. 2-ci il olub, 3-cü il olub. Əlifəzətdə idi. Gəldi, mənlə şəbsləri əleyhinə olduq. Dedi ki, siz Azərbaycan, həmişə tarixdə Azərbaycan, inqilab Azərbaycandan başlayır. Amma onun başlarını gedib öldürürsünüz. Səttaxını apardı, orada öldürdünüz. Baharxanı olmuş, demokrat müxbir səltənət, demokrat sürüncülük idi. Onun əleyhinə gəlib təbliğ öldürdük Şeyx Məmməd Xiyabanını. Biz qəbul edəmirik. Sizinki sizində, bizimki bizə. Biz Suudi İran ölürük də, bizdə müsad olmalıdır. Azərbaycan Cəmiyyəti. Başqa hükümətə icazə vermər. Kim idi İsmail Şəms? Belə demək olar, İsmail Şəmsin ulu babası Kərbəlayı Ağa kişi Qarabağın Şuşa şəhərində anadan olub. 2 oğlu olub. Onlardan biri Mirzə Nəcəfqulu dini təhsil almaq üçün Təbrizə gedib və müştəhid olub. Mirzə Nəcəfqulunun da 2 oğlu olub. Mirzə Qasım və Mirzə Həsən. İsmail Şəms Mirzə Qasımın oğludur. Əziz həmvətənlər, 21 Azər Təşkilatının İdarə Heyətinin üzvü Doktor Səməd Niknamı dinləyirsiniz. 1905-ci illərdə Qarabağda vəba xəstəliyi olur. Bunlar vəba xəstəliyindən can qurtarmaq üçün Mirzə Qasım və Mirzə Həsən də Təbrizə gedirlər. Müştəhid Mirzə Nəcəfqulunun yaşadığı Təbriz şəhərinə. Ora gedirlər və orada da Xiyaban məhəlləsində yerləşirlər. İsmail Şəmsin atası Mirzə Qasım və əmisi Mirzə Hüseyn diş həkimi olublar. Xiyaban məhəlləsində diş həkimliyi ediblər. İsmail Şəms də Təbrizdə yaşayıb, ilk ibtidai məktəbi Təməddündə oxuyub, orta məktəbi Firdovsidə və sonra Tehran Universitetində hüquq fakültəsini bitirib və hüquq fakültəsindən sonra Tehran Gömrük İdarəsində baş müfəttiş işləyib. İsmail Şəms orta məktəbdə oxuduğu illərdən bəzi xatirələrini qeyd edib. Hansı ki, o deyir, bunlar mənim həyatımın sonraki illərində silinməz iz buraxdı. Yəni İsmail Şəmsi sonralar siyasi ictimai mübarizəyə sövq edən gördüyü hadisələrin əsas məsələləri yazır. Deyib, Təbrizdə Təməddün məktəbi Seyid Həmzə məqbərəsinin yaxınlığında yerləşirdi. Seyid Həmzə məqbərəsində Azərbaycanın məşhur şəxsiyyətlərini dəfn ediblər. Bu məktəbin şagirdləri bu dəfn mərasimlərinin şahidi olurdu. Deyib, 2 dəfn mərasimi mənə çox böyük təsir bağışladı. Bunlardan biri Şeyx Məhəmməd Xiyabanının dəfn mərasimi idi. Biri də Rıza Şəh tərəfindən Təbriz qardiyonu rəisi Abdullah xan tərəfindən öldürülmüş Makki xanının dəfn mərasimi idi. Makki xanının dəfn mərasimində Makki xanının qatili Təhmasibi boynuna qara şal salmışdı və gözünü də qara dəsmalla silirdi. Eyni zamanda cənazənin önündə gəlirdi. Bu Təhmasibinin həyasızlığını, eyni zamanda Tehran hökumətinin qəddarlığını göstərirdi. İsmail Şəms yazır ki, Təməddün məktəbinin arxasında bir meydan var idi. Orada dar ağaçları quraşdırmışlar. Yerli hökumət cəmaatı qorxutmaq üçün ara sıra adamları oradan asırdı. Biz de pəncərədən baxıb əzabla can verən insanları, dar ağacından asılan insanları görürdük və bu da bizim nifrətimizi yerli hökumətə daha çox artırırdı. Bunlarla yanaşı təhsil dövründə də rastlaşdığı bəzi məsələləri qeyd edir. Mən bu adları xüsusilə ona görə deyirəm ki, qoy bunlar ifşa olsun. İndiyə qədər və bundan sonra da millətin haqqında haqsızlıq törədənlərin adları çəkilməlidir, ifşa olunmalıdır. İsmail Şəms deyir ki, Azərbaycanın Maarif İdarəsinin rəisi Möhsini idi. Möhsini də əmr etmişdi, məktəbdə, mədrəsədə türk dilində danışanların boynuna eşşəh nöqtəsi vursunlar və tövlədə bağlasınlar. Elə necə yazdığı kimi deyirəm, bu yazı İmrazə jurnalının 2-ci nömrəsində çap olub. Çinidən sonra Azərbaycanın Maarif İdarəsi Zövqi gəlir. Zövqi də Azərbaycanda məktəblərdə türk dilində danışanlara nəqdi pul cərimə və eyni zamanda əllərinə çubuq vurmağı tapşırıb. Zövqi bir gün məktəblərə baş çəkmək üçün gedir Təbrizdə bir orta məktəbə. Mirzə Qəmbər adlı orta məktəb müəllimi dərs keçirmiş. Mirzə Qəmbər uşaqları başa salmaq üçün farsça dərs deyir, sözləri Azərbaycanca türkçəyə çevirir. Zövqi deyir ki, sən sözləri türkçəyə çevirməməlisən. Nan deyəndə da deməməlisən çörək, əvəzini bir çörək gətirib göstərməlisən. Eyni zamanda xoruz deyəndə xoruz kimi banlamalısan. Bunlar İsmail Şəmsin orta məktəb xatirələridir. İsmail Şəms bunları və bunlardan başqa xatirələrini qeyd edərək deyib, bu haqsızlıqlar əlbəttə ki, həyatımın sonraki illərində və sonraki anlarında silinməz iz buraxdı. O deyirdi ki, uşaq idim, anamla Təbrizin Şəkilan məhəlləsində olan xalam gilə gedirdik.
O vaxt məşrutə dövrü idi, Rus əsgərləri Təbrizdə idi. Onlar çarşaflı qadın görəndə qamçı ilə, şallaqla vururdular. Biz də qaçıb dalanda və yaxud bir həyətin evində gizlənirdik. Elə o vaxtdan mən ruslara nifrət bəsləyirdim. Orta məktəbi bitirəndən sonra atası İsmail Şəmsi Tehrana tibb universitetinə daxil olmaq üçün göndərir. Amma mən bütün bu haqsızlıqları gördüyümə görə tibb oxumaq istəmirdim. İstəyirdim hüquq oxuyam, bəlkə xalqımın düşdüyü bu vəziyyətə bir çarə tapam. Hər halda əlimdən gələn köməkliyi edəm. Ona görə mən Tehrana getdim və hüquq fakültəsine qəbul oldum. Atam bunu biləndən sonra 2 ay mənə pul göndərmədi. Yəni atası istəymiş ki, İsmail Şəms tibb fakültəsində oxusun. 2 aydan sonra gördü, yox, mən fikrimi dəyişmirəm, elə hüquq fakültəsində oxumağı davam edəcəm. Təkrar əlaqə saxladı və mənə pul göndərdi. Hüquq fakültəsini bitirəndən sonra Tehran Gömrük İdarəsində işə düzəlir və orada baş müfəttiş işləyir. Bir ay işləyəndən sonra rəis Dühtür Əmini məni çağırdı yanına və dedi ki, başqa müfəttişlər necə işləmiş, sən də o cür işləməlisən. Mən gəldim işçilərdən soruşdum, bu nə demək istəyir? Dedilər ki, bəs gömrükdə müxtəlif mallara tariflər var, qiymətlər. Ən aşağı tarifi yazmalısan, qalanı da rüşvət şəklində alıb rəislə bölüşdürməlisən. Təbii ki, mən bu işi görə bilməzdim. Atam mənə tapşırmışdı ki, ömründə 1 qram da haram pul alsan, ömrünün axırına qədər əlini yandıracaq. Mən bunu bacarmadım. 3 ay işləyəndən sonra məni işdən çıxartdılar. Hərbi xidmətinin axırıncı 6 ayını Təbrizə köçə bilir, yəni gəlir Təbrizdə xidmət edir. Hərbi xidməti bitəndən sonra artıq gömrüyə işə qayıtmır, 2 il vəkil işləyir. O mən vəkil işlədiyim dövrdə də çoxlu haqsızlıqlarla rastlaşdım. Bunlardan əlavə Rza Şahın hakimiyyətinin son dövrü Azərbaycana qarşı təzyiq son dərəcə artmışdı. Azərbaycan Demokrat Firqəsi yaranandan sonra Hazari şəbistlərinin çağırışı ilə yenidən Təbrizə qayıdır. Və Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü seçilir. Eyni zamanda Azərbaycan Demokrat Firqəsinin Təftiş Komisiyonunun üzvü və Azərbaycan Milli Məclisində millət vəkili seçilir. Pişəvərinin başçılığı ilə yaranmış Azərbaycan Konstitusiya Komisiyonunun üzvü olur. Azərbaycan qəzetinin baş redaktoru və sonralar Milli Məclisin orqanı Azad Millət qəzetinin məhsul redaktoru olur. İsmail Şəms eyni zamanda Azərbaycan Ali Məhkəməsinin və Müsadirə Komisiyonunun üzvü olmuşdur. Mən bu gün doğrudan inanırım. Mən başqa aləmdəyəm. Mən bu qədər bütün ömrümü 28 yaşımdan mən vətənimin, xalqımın yolunda mübarizəyə başlamışam, atılmışam. Bütün ömrüm boyda məhrumiyyətlər görmüşəm. Zülmlər görmüşəm, ədalətsizlər görmüşəm. Ancaq mən sınmamışam. Sınmamışam və sınmaram da, heç mi? Və özümə söz vermişəm, son ömrümə qədər bu xətti mən davam etdirəcəyəm. Nə qədər ömrüm var və sınmayacağım. Mən bugün təşəkkür edirəm. Mən bilmirəm, nə dillə mən təşəkkür edirəm. Sizlərdən, universitetin müdiriyyətindən və çatdan ki, mənim bu zəhmətlərimə, əziyyətlərimə qiymət verirsiniz. Bu mənim üçün, nə deyim, inanılmayan bir zətdə məni göylərə aparır. Həqiqətən məni göylərə aparır. Mən təşəkkür edirəm sizlərə. Və düzdür, bəzi çətinliklər var. Çətinliklər var ki, mən Sovet dövrü İranda çətinliklərə rast gəldim. Sovet dövründə çox pis dövlətlərə rast gəldim. Çünki mən dedim, bu səbəbi bu idi ki, burada qeyd oldu ki, bizim şüarımız laf əvvəldən nə Rus, nə Farsıdır. İstiqlal saxtayım. Nə Rus boyun altında olacaq, nə də Fars. Bu idi. Ona görə də hər iki tərəfdən kötək gedir. Hər iki tərəf bizi vurdu. Və bu məhrumiyyət hər iki tərəfdən oldu. Ancaq dözdük və belə bilirəm ki, gedib çatacaq, məqsədə çatacaq. Mənim ömrüm vəfa eləməsə, məndən sonra gələn nəsil gedib çatacaq.
Ben giderim adım kalır, dostlar beni hatırlasın. Ben giderim adım kalır, dostlar beni hatırlasın. Düğün olur, bayram gelir, dostlar beni hatırlasın. Düğün olur, bayram gelir, dostlar beni hatırlasın, hatırlasın. Dostlar beni hatırlasın, selam olsun kucak kucak. Dostlar beni hatırlasın, dostlar beni hatırlasın. Kafeste durmaz uçar, dünya bir han konan göçer. Can kafeste durmaz uçar, dünya bir han konan göçer. Ay dolanır, yıllar geçer, dostlar beni hatırlasın. Ay dolanır, yıllar geçer, dostlar beni hatırlasın, hatırlasın. Dostlar beni hatırlasın, Veysel gider adı kalır. Dostlar beni hatırlasın,
dostlar beni hatırlasın, dostlar beni